Bayrağını perçeme elini ucatmışık biz. Mektebinde izzet kazanmışık biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala Muhammedin hayril beriyye ve ala ehli beytihi't tayyibin't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Ve la'netud daimetu ala a'daihim ecma'in. Minel âne ilâ liqâi yevmiddin. Amma ba'd. El-vechus thâni. Orada kalmıştı, düzdür. İzâ lem nequl bi cevazi təxsisil kitab. Qeyd elədik ki, bəhsimiz buradaydı. Görəsən, xəbər vahidlə, yəni hədislə Quran-ı Kərimi təxsis eləmək olar, olmaz. Dedi ki, 3 dənə nəzəriyyə vardı. Seyyid Mürtəza Nəbim Şeyx Tusi deyiblər, olmaz. Mütəxir nə deyib olar, bəziləri təfsil eləyiblər. Olanların dəlili, 2 dənə dəlil gətirdi. Birinci dəlil bundan ibarət idi ki, tarixə və hədislərə baxanda görürük ki, Əhl-i Beyt əleyhissalamın səhabələri, yəni imamların səhabələri hədisi eşidəndə və Quran ayəsinin ümumu ilə ziddiyyət təşkil eləyəndə həmən hədislə Quranın ümumunu təxsis eləyirdilər və bunların həyatında adi bir şeydir. Deməli, onda imam da etiraz eləmirdisə, deməli, onda bunların atdığı addım seyr-i mütəşərriyə təşkil eləyir və öz-özündən höccət tapır. Bu birinci dəlildir. Və bəzi misallarda oxudu. İkinci dəlil, bugünkü dəlil bundan ibarətdir. Deyir ki, əgər, gətirə bir dəqiqə, əgər desək ki, Qur'anın ümumatı və mütləqatı hədisin xüsusu ilə təxsis tapmır, onda gəç hədis ləğv olsun. Əcəb, bu nə demək? Nə deyən sözdür? Məntiq dillə desək ki, məntiq dillə desək, onda nəticəsi bu olur. Yətərəttəb əleyhi lazimun fasid. Və kullu ma yətərəttəb əleyhi lazim fasid fəhuvə fasid. Hər hansı bir iddia ki, onun nəticəsi fasid olursa, demək onda iddia özü nəymiş? Fasid imiş. Məntiqdə bu cür deyirlər. Bu iddia ki var, hədis Quranı təxsis etməz, bu bir fasid nəticə ilə nəticələnir. Nədir o fasid nəticə? Deyir, əgər desək ki, Quranın zahir, yəni ümumatı hədislə təxsis olunmur, onda ki, hədisi bir bilmərlə, hamımızı götürə qoyaq kənara. Niyə? Nəyə görə? Deyir, çünki elə bir hədis yoxdur ki, nəsə Quranın bir ümumatı ilə ziddiyyət təşkil eləməsin. Hətta vələ o kana o ümumat, belə deyək də, ana xəttlər olsun belə. Əqimus salat. Ta ki, məsələn verdən. Quran deyir, əqimus salat, atuz zəkat. Əqimus salat, atuz zəkat. Necə gəldi qıldı? Namaz qıl. Mühüm odur ki, Allah ibadət elə. Sözdən belə çıxır da. İndi hədis deyəndə ki, namazı belə qıl, zəkat elə ver, orucu belə tut. Onda istər-istəməz o ümumdan əqimus salat, namaz qıl. Necə gəldi qıl? Sözdən belə çıxır. Ümumdan. Hədis təxsis eləyəndə, əgər desək ki, hədis təxsis eləyə bilməz, onda gəç bütün hədisləri qoyaq kənara. Zəkat barəsində ki, bütün hədisləri qoyaq. Filan barədə, oruc barəsində, xumus barəsində, digər cihad barəsində bütün hədisləri qoyaq. Çünki nədir? Quranda ümumdan düz gəlmir. Əgər bu cür olsa, deyilən nəticə bu olacaq ki, onda heç bir hədisə əməl eləməyək. Hədisi birbaşa qoyaq kənara. Nəticəsi bu olacaq. Şeyx Subhan da bundan razılaşmır, deyir, yox. Bu söz yanlış sözdür ki, elə bir hədis yoxdur ki, Quranın bir ümumatı ilə ziddiyyət təşkil eləməsin. Bu söz yanlış sözdür. Çünki biz danışdığımız odur ki, Quran əsl-i təşridən danışmasın. Hər hansı bir hökmü əsl-i təşri eləyəndən sonra, təşri baş verəndən sonra bir ümumat yaransın ki, həmən ümumatdan danışırıq. Nəinki əsl-i təşri. Bir dəfə danışırıq, əsl-i təşridən, məsələn, fərzən deyilir, əqimus salat, atuz zəkat və cahidu fi səbilillah. Allah yolunda döyüşün. Bu o deməkdir ki, artıq qılınc götürüb döyüşə bilərsiniz. Bu vaxta qədər ki, icazə verilmir, döyüşə bilərsiniz. Amma necə, nə cür, kimlə döyüşə, ondan danışmır. Cihadı təşri eləyir, yəni ortaya. Və aləmu ennəmə qənimtum min şeyin fə ennə lillahi xumusəh. Əldə etdiyiniz qənimətin 5-dən biri Allahındır, ya Peyğəmbərindir, ya imamındır. Bu xumusu təşri eləyir, aydın oldu, hələ ilk gətirib. Ondan sonra təfsilat nə olacaq? Başqa ayə və ya başqa bir hədislə gələcək.
Deməli şəriətdə xitablar iki cürdür. Bir dəfə var əsl təşri, yəni ilk dəfə olaraq gətirir şəriəti. Belə bir şəriət var, amma necə nəcüllüyündən onun üçün maraqlı deyil. Allah əmr eləyir ki, namaz qılın. Amma o namaz necə olmalıdır, oruc necə olmalıdır, onu danışmır. Bunu deyil əsl təşri. Biz ki deyirik, hər hansı bir hədis əgərsə ümumatla ziddiyyət təşkil eləyərsə, əsl təşridə olan ümumatdan danışmırıq. Əsl təşridən sonra baş vermiş ümumatlardan danışırıq ki, o da elə bir belə deyək, yəni qorxulu bir nəticə alınmaz ki, deyək ki, bir çox hallarda hədisi kənara atmalı. Harda təxsis eləyə bilir, eləyər. Eləməndə həmən yerdə hədis kənara qoyur. O da ki, 5 dənə 10 dənə olsun hədis kənara qoyarsan, heç problem olmaz. Xülasə Şeyx Zubani ikinci vəcih ilə razılaşmır bunların dəlillərini. Birincisini zahirən qəbul edir, ikincisini qəbul etmir. İzə ləm nəqul bi cəvazi təxsisil kitabi xəbəril vahid. Əgər Quran-ı Kərimi xəbər vahidlə təxsis etməyi qəbul etməsək, ləzimə ilğaul xəbər bilmərrə. Onda hədisi birbaşa götürə qoyaq kənara. İzma min hukmin mərviyyin bi xəbəril vahid illa bi xilafi umumul kitab. Çünki elə bir ma min hukmin, elə bir hökm yoxdur ki, mərviyyin bi xəbəril vahid, bir xəbər vahidlə nəql olunsun, illa bi xilafi umumul kitab. Məyər deyək ki, onun xilafında Quranda bir ümuma dəlalət edən bir ayə vardır. Və ləv bimisli umumatil hil. Hətta məsələn deyək ki, ümumi hilliyyətdən danışan ayələr ki var, məsələn deyək ki, qul la əcidu fīmə uhiyə iləyyə muharramun ələ ta'imin yət'amuhu. Deyək, məsələn, mənə nazil olanlar içində filan şeylərdən başqa haram görmürəm. Bu cür hillə dəlalət eləyən ümumatdan başqa. Sonra deyir ki, və la yəxlu əl-vəchu thani ən iqraq. İqraq yəni ifrat. Şeyx deyir ki, bu ikinci dəlil ifratdan başqa bir şey deyil, yəni çox xali deyil. Bu ikinci dəlil ifratdan, yəni həddin keçib, yəni yersiz danışıb bu sözün sahibi. İqraq eləyib, yəni çox dərinə gedib, ifrata varıbdır. Liənnə kəthirə minəl ayətil varidə həvləs salat və zəkat və sam və qeyriha. Çünki namaz, zəkat, oruc, bu cür şeylərin barəsində danışan bir çox ayələr varidətun fi məqami əsli təşri. Əsli təşri məqamındadır. Yəni əsl budur ki, o şəriəti gətirmək məqamındadır. Və li əcli zəlikə təhtacu iləl bəyan. Və buna görə də bəyana ehtiyac vardır ki, ya o bəyan digər ayənin vasitəsilə olur və yaxud da ki, hədisin vasitəsində olacaq. Və xəbərül vahid bə'də sübuti hücciyyətihi və hər hansı bir hədis hücciyyəti sabit olandan sonraki məsum kəlamıdır. Yəkunu mübəyyinə li mücməlati və müvəzzihən li mübhəmatih. Həmən o ayənin qaranlıq qalan məsələlərin aşkarlayandır və belə deyək də, o anlaşılmayan məsələlərin izah edəndir, mübhəmlərin izah edəndir. Ta ki, məsələn, fərzən belə deyək. Deyək ki, Quran deyir ki, vəl-validatu yurdi'nə əvladəhunə. Əl-validat, əl-validat. Əlif-lam daxil olub cəmin başına, cəm siğəsində əlif-lam daxil olub, ümum mənada, yəni kullul validat. Bütün analar uşaqların əmizdirsinlər. Həvləyni kamiləyn, 2 il. Ta ki, məsələn, fərzən deyir, burada o nə qədər südü vermənin barəsində hökmlər vardı. Quran bir dənə ayələri keçdi üstündən. Qalan hardan başa düşmüşük? Hədis deyir. Hansı hallarda süd verməlidir, hansı hallarda süd verməməlidir. Ta ki, məsələn, fərzən, misal, deyək, bir nəfər bilmədi. Elə bildi müsəlmandır, bir dənə kafirlə evləndi, yaxud da zina elədi, kafirdən uşaq dünyaya gəldi. Amma atası müsəlmandır. İndi həmən o ana uşağın əmizdirməsin, kafir qadın ki, bunlar da nəcisdir, məsələn, bütpərəsdir, ateistdir, hər nədirsə. Müsəlman uşağı süd verə bilər, verə bilməz. Quran deyir ki, vəl-validat. Quran ümumən danışdı. Analar uşaqlarına 2 il süd versinlər. Yaxşı, şimdi məsələn verdi, ondan danışmıyor. Bir nəfər kişi, müsəlman qadın evlənmişdilər. Uşaq doğulandan sonra ya doğulan ərəfədə qadın ateist oldu, dindən çıxdı. Allahı inkar elədi. Oldu ki, nəcis, mundar. Quranın zahirinə baxsa, bu anasıdır, ona süd verməlidir. Amma görəsən, caizdir ki, müsəlman uşağı ateist bir qadın əmizdirsin, o mundar nəcis südünü versin ona. Bəli, Yahudi Xristiyan barəsində mümkün icazə vardır, çünki əhli kitabdılar. Amma o ki, ateistdir, mundardır, nəcisdir, nəcis bir ana müsəlman bir oğlan uşağına ya qız uşağına süd verə bilərmi? Quran danışıb ondan? Yox, danışmıyor. Hardan bilmiş onu? Hardan bilməli? Hədisdən biləcəksən. Xülasə deyir ki, əgərsə hər hansı bir hökm gəldisə və bilirik ki,
bu hökm bəyana ehtiyacı var, təbyinə ehtiyacı var və hədis də gəlir onu izah edir ki, Allahın məqsədi filan şeydir. Niyə görədir ki, onun ziddiyyət təşkil etsin? Onun mübəyyini də aşkar edicisidir. Yakunu mübəyyinən li mucməlatihi. O mücməl qalan şeyin bəyan eləyən də və muvaddihin li mubhəmatihi. Onun qaranlıq qalan məsələlərini aydınladandır. Və la yuaddu misli zalikə muxalifən lil Qur'an və muaridan ləhu. Belə halda həmin o hədis Quranın müxalifi və muarizi sayılmaz. Bəl yekunu fi xidmətil Qur'an. Bəlkə o Quranın xidmətində olacaq. Vəl gayəl muhimmə min vəray hüccəti xəbəril vahid min huvə zalik. Bəl yekunu fi xidmətil Qur'an. Quranın xidmətində də həmin hədislər. Vəl gayəl muhimmə min vəray hüccəti xəbəril vahid huvə zalik. Və əslən deyir ki, xəbər vahidin hüccətinin arxasında olan o mühim hədəfimiz elə bundan ibarət idi ki, xəbər vahid hüccət olandan sonra Allahın məqsədlərin, Peyğəmbərin məqsədlərin bizim üçün izah eləsin. Niyə ona müxalif olsun? Onu demək onda hədis Quranın müxalifi olmadı, onun izah edicisi oldu. Qaranlıq qalan yerin izah elədi, aşkarladı bizim üçün. Thumma law qulna bi cavazi təxsisil Quran bi xəbəril vahid. Hətta biz desək də ki, xəbər vahidlə Quranı təxsis eləmək olar. La nucizu nəsxəhu bihi, amma nəsxinə icazə vermirik. Nəsxdən məqsədimiz odur ki, bütövlükdə Quranın ayəsinin hökmünü ləğv eləyir, batil eləyir. Bir var təxsis eləyir, bir də var bütövlükdə ayənin belə hökmün aradan aparır. Niyə görə nəsx caiz deyil? Li'annəl kitab qat'iyyus sübut. Çünki Allahın kitabı qətiyyus sübut, yəni onun sabit olmağı Peyğəmbərdən nədir? Allahdan Peyğəmbər və Peyğəmbərdən ümmətə çatmağı qət'idir, mütəvatir yolla satıbdır, qət'idir. Və xəbərul vahid də zanniyyus sudur. Amma xəbər vahid isə imamın hədisi olmağı isə bizim nədir? Zənnidir, bilmirik. İmamdan eşidib eşitməyib. Bizə çatan bu cürdür. Xülasə, Qur'an qətiyyus sudurdur, hədis isə zənniyyus sudurdur. Fə keyfə yəsuğu nəsğil qat'i bil zanni. Necə olar, necə özümüzə caiz bilək, necə özümüzə bu icazəni verək ki, qətiyyus suduru, zənniyyus sudurunu aradan aparaq. Yəni, məsələn, belə deyək də. Necə icazə verək ki, məsələn, fərzən deyək, bir şey ki, yəqinidir, %100%dir, birisi 70-80%dir. 70-80% gəlsin, 100% itələsin, onun yerində otursun. Belə ağıl qəbuliyyəsi bir şey deyil. Zənniyyus sudur, qətiyyus suduru nəsx eləməz, onu aradan apara bilməz. İzâ kâne nəsx kulliyən la cüz'iyyən. Əgərsə söhbət nəsxi kullidən gedir, yəni bütövlükdə hökmün batil eləyirsə, bu caiz deyil. Nə demək nəsxi kulli? Əy rafiyən lil hükmü min rəsi. Həmən hökmü, yəni ayədə olan bütün hökmü kökündən qaldırır, atır o tərəfə. Belə bir şey ola bilməz. Bəli, dedik ki, təxsis caizdir. Yəni bir hissəsini aradan apara bilər, amma bütövlükdə ayənin hökmünün aradan aparasın ki, nəsx baş versin, hədisdə o qüdrət yoxdur ki, ayəni nəsx eləyə bilsin. Belə bir şey yoxdur. Əl-fəslü s-sabi' 7-ci fəsil. Təqibul istithna lil cüməlil mütəəddidə. Deyir ki, əgərsə bir neçə dənə cümlə bir-birinin ardınca gələ, sonra gəl ki, illa ya əda bir şey istisna eləyə. Bu istisna axırıncı cümləyə aiddir, ondan qabaq ki, hamısına aiddir. Taq ki, məsələn, fərzən belə deyək. Deyək ki, belə deyim. Deyim ki, tələbələr sinifə gəldilər. Müəllimlər, ta ki, məsələn deyək, otaqlarından çıxıb jurnallarını götürdülər. Sonra deyim ki, işçilər filan şey elədilər. Sonra deyim ki, illa mabəqiyə, məsələn deyək, fi səyyarəti. Məgər o şəxslər ki, maşında qaldılar. Aydın oldu. Mən məsələn, fərdən 3 dənə mövzudan danışmıyorum. Tələbələrlə sinifə daxil oldu, müəllimlər otağından jurnallarını götürüb sinifə getməyə çalışdılar, nə bilim, işçilər, nə bilim, nə elədilər. 3 dənə danışdım. Sonra deyim, illa, bir söz deyim, bəzilərindən başqa ki, onlar maşında qalırlar. İndi bu bəzilə başqa müəllimlərdən danışırdı, şagirdlərdən danışırdı, işçilərdən danışırdı, kimə qayıdır? Bu illa kimdən istisnadır? Məsələn, 2 dənə, 3 dənə mövzu gətiribdi. Ya 3 dənə, 4 dənə mövzudan danışıbdı. Sonra deyib illa. Bu illanı hara aid eləyək? Gəlin ayəni oxuyacaq. Bu illa kimdən istisnadır? Ən axırıncısından danışır, ya hamısına aiddir? Bu illa ki, illadan sonra gəlin istisna ilə bir dəstəni çıxardıb oradan. O çıxan fərdlər nəyin fərdləridir? Hansı dəstənin fərdidir? Kimdən çıxıb o? Ən axırıncısına aiddir, axırdan qabaqçınadır, ya birincisinə aiddir, ya hamısına aiddir, kimə aiddir? Kimdən istisna olunubdur? Məlum oldu? O da ki, təqibul istisna lil cüməlil mütəəddidə. Çox saylı cümlədən sonra gələn istisna, yəni bir neçə cümlədən sonra istisna gəlibsə, o istisna hansı cümlənin istisnası? Nəyə qayıdacaq? İza təəqqəbəl istisnau cümələn mütəəddidə. Əgər de bir neçə cümlədən sonra bir istisna onların dalınca gələ,
Kəqavlihi subhanahu və taala. Necə ki məsələn deyir bu ayədə gördüyümüz kimi. Vəllezine, əuzu billahi mineşşeytanirracim, vəllezine yermunel muhsanat. O şəxslər ki, paç qadınlara, muhsan burada paç mənasındadır. Yəni günahsız, paç, ərli arvadlar. Şimdi mesela birinin əri vardı, normal bir dənə qadındır. Paç qadın, muhsan burada, muhsan bəzi ayələrdə ərli mənası, yəni o ihsan qorunmaq deməkdir. Yəni əri vardı. Bu ayədə zahirən yəni paç, yəni günahdan uzaq, iffətdir yəni. Vəllezine yermunel muhsanati, o insanlar ki, paç qadınlara böhtan atırlar, yermune yəni zina ittihamı atırlar, zinada ittiham eləyirlər. Deyirlər, məsələn, filan kəs zina eləyib. Thumma lem ye'tu bi erba'ati şuhada. Sonra 4 dənə şahid gətirmirlər. Deməli onda hər hansı bir şəxs bir qadını ittiham elə ki, filan qadın zina eləyib, gərək onda 4 dənə kişi şahidi gətirsin. Əgər 4 dənə kişi şahidi gətirdisə, onda həmən qadına ərridirsə, ərri arvadın hökmü tətbiq olunacaq, yəni öldürüləcək, daşqalaq olunacaq. Ərsiz qadınırsa 100 dənə şallaq vurulacaq. Ta ki deyə bir nəfər iddia elədi ki, filan kəsi zina eləyəndə görmüşəm. Deyirlər, get şahidi gətir. Getdən 4 dənə məsələn namaz qılan, oruç tutan, salih bir normal bir insan gətirdi. Yəni fırıldaq insanlar deyirlər və ibadət əhlidirlər. Yəni fasiq deyirlər. 4 dənə ədalətli şahid şahadət verir ki, bəli biz də gördük filan məsələn qadın filan yerdə filan kişi ilə zina elədi. Bu halda qadının barəsində zina hökmü sabit olur və bundan da qəzf hökmü götürülür. Qəzf. Qəzf yəni bir nəfərə böhtan atmaq. Bir qadına zina ittihamı vurmağa deyilə qəzf. Dəlin zəlinin, qəzəfə. Qəzəfə yəni bir qadına zina ittihamı elədi. O halda həmən şəxsdən zina ittihamı götürüləcək, o azad olacaq və qadına da dediyim kimi ya ərli arvadsa daşqalıq olunacaq, ya ərsizdirsə 100 dənə şallaq vurulacaq. Amma əgər 4 dənə şahid gətirə bilmədisə, ona deyilə sən qəzf elədin. Yəni bir qadına, bir paç qadına böhtan atdın. Böhtan atdığına görə qəzf hökmü tətbiq olunacaq. Həmən şəxsə 80 dənə şallaq vurulacaq. Əgər 3 dənə şahid gətirə, birini tapa bilməyə, 4 tamamlanmaya, özünə 80 şallaq vuracaqlar. İslamın hökmü budur. Əgərsə 4 dənə şahid tabu gətirə bilmədi, qazi önündə şəhadət vermədilərsə, onda deyirsən böhtan atmırsan, böhtana görə 80 dənə şallaq vuracaqlar. Deyir ki, əgər o şəxslər ki, paç qadınlara böhtan atırlar, ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ şuhada, sonra da 4 dənə şahid gətirmirlər. Fəcliduhum 80 cəldə, onlara 80 şallaq vurun. 4 şahid gətirə bilmənlərə 80 şallaq vurun. Və la təqbəlu ləhum şəhadətən əbədə. Və la təqbəlu ləhum, onların şəhadətini qəbul etməyin heç zaman. Və ulaikə humul fasiqun. Onlar fasiqdirlər. Düzdür? Sonra bu ki, illəl-ləzinə. İlləl-ləzinə tabu min ba'di zəlikə. Məgər o şəxslər ki, bundan sonra tövbə edələr və aslahu və salih əmələr edələr fə innəllaha ğafurur rəhim. Həqiqətən Allah Taala günahları əfv edən, bağışlayan və rəhimdardır, rəhimdir, rəhimlidir. Ceyd, başa düşdük. Bu illəl-ləzinə demək yuxarıdakı sətirdə, 2 sətirdə 3 dənə mövzuya toxunduq. 1. Vəllədinə yermunəl muhsənat. Onlar ki, paç qadınlara böhtan atırlar. 1. İkincisi, ləm yətu bi ərbəti şühədə və 4 dənə şahid gətirmirlər. Elə. Üçüncüsü, la təqbəlləhum şəhadətən əbədən ulaikamul fasiqun. Onların şəhadətini qəbul etməyin, çünki onlar fasiqdirlər. İndi de ki, yalnız o şəxslər ki, tövbə eləyərlər. Bu tövbə eləmək bunlar hansı dəstədən istisna olunub? Şəhadətin qəbul olunmamağından, şahid gətirə bilməməkdən və yaxud da böhtan atmaqdan hansından istisna olub? Kimlərin istisna olub? Hansı dəstə üçün istisnadır bu? Fəfi rücu'il istisna iləl cəmi' əv iləl cümləl əxirə əqvalun. Bu istisna axırıncı cümləyə qayıdır. Elə hamısına qayıdır. Neçə dənə nəzər vardır üsulçuların arasında? 1. Zuhurul kəlam fi rücu'i ilə cəmi'il cüməl. Li'annə təxsisəhu bil əxirə fəqat bihacətin ilə dəlil. Deyir ki, bəzi alimlərin nəzəri bu olub ki, o cümlələrin hamısına aiddir. 3 dənə ki cümlə var özündən qabaqçılar, hamısına aiddir və xüsusi olaraq axırıncısına xas eləmək ki, ancaq axırıncısına işarədir. Bu da ki, dəlilə ehtiyac var, xüsusi bir dəlilə ehtiyac var. O dəlil yoxdur ortada. İkinci dəstə alimlər. Zuhurul kəlam fi rücu'il istisna iləl cümləl əxirə li kavniha əqrəb.
Bir dəstə alimlərin nəzəri bu olub ki, ən axırıncısına qayıdacaq. Niyə? Çünki o əqrəbdir. Ərəb dilinin qanununa görə əgər hər hansı bir zəmiri qaytarırıqsa, deyə yaxın yeri varsa, uzağına yaxındakına qaytarıram. Sanki elə bil ki, zəmirdir, ismi işarədir. Bunların hökmünə görə. İstisna da bunların hökmünə görə. Necə ki, ismi işarəni ya zəmiri yaxına qaytarırıq, bunda yaxına qaytarırıq. Bu da bu cür baxın məsələyə. Üçüncü dəstə. Ədəm zuhuril kəlam fi vahidin minhuma. Deyir ki, bunların heç birisində kəlamın zuhuru yoxdur. Yəni nə deyə bilmərik? Əvvələ qayıdır, hamısına qayıdır, nə demərik? Axırıncısına qayıdır. Heç birisini demək olmaz. Və in kana rucu'u iləl əxirə mutayaqqinan. Baxmayın ki, axırıncısına qayıtmaq 100%-dir. O yaxındakına qayıtmaq 100%-dir. Bunda şübhəmiz yoxdur. Amma iddia eləyə bilmərik ki, xasdır buna. Çox əvvəlcə də qayıdıb. Deyir ki, bu qədərul mutayəqqəndir. Yəqin ki, axırıncısına qayıdacaq. İşimiz yoxdur. O yaxınlara onu qayıdacaq. Amma o birilərə qayıtmayacaq sözünü deyə bilmərəm. O sözü mən cümlədən çıxmır o. Əla kullal. Lakin rucu ilə şeyun axırıncısına qayıtmaq bir şeydir və zuhuruhu fiyə şeyun axar. Deyir ki, bu mutayəqqənli bir şeydir, amma cümlədə bu zuhur vardı, o başqa bir şeydir. Cümlədə o zuhur yoxdur. Bəli, yəqinən o axırıncısına qayıdacaq, amma o zuhur yoxdur orada. Zuhur cümlədə nə hamısına qayıtmağa zuhurumuz var, nə də ki, axırıncısına. Bəlkə də qədərul mutayəqqən budur ki, axırıncısına qayıdacaq. Ki, la şəkkə fi imkan rücul istisna ilə xüsusil əxirə əvil cəmiyə. Heç şübhəsiz ki, nəzəri cəhətdən, praktik cəhətdən deyil, nəzəri cəhətdən, imkan cəhətindən hər ikisi ola bilər. Hamısına da qayıda bilər, axırıncısına da. Burada bir əqli problem yoxdur deyə ola bilməz. Ola bilməzlik yoxdur. Hər ikisinə qayıda bilər. Bayaq, məsələn, deyə mənim vurduğum misalda. Deyə, məsələn, fərzən bu cür. Məsələn, deyirəm ki, şagirdlər sinifə daxil oldular, müəllimlər deyə müəllim otağına gəlib jurnallarını götürmək istədilər. İşçilər də məsələn deyə təmizlik əşyaları üçün məsələn girdilər öz otaqlarına. Sonra dedim ki, yalnız o şəxslər ki, maşında qaldılar. Ay nə oldu? Buradan nədə zuhuru var? Hansına qayıdıb? Yox, yalnız kimin? Müəllimlərdən istisna eləmişdi, şagirdlərdən, işçilərdən, kimdən? İndi birdən məsələn bir qərinə olsaydı ortada, məsələn fərzən misal deyək ki, şəxsi maşınlar. Şəxsi sözü işləsəydi. Orada deyəcəksən şagirdin şəxsi maşını olmaz. Yəni işçilərdən danışır, müəllimlərdən danışır. Aydın oldu. Demək onda o qərinə zuhur yaradar, amma birdən o şəxsi sözü yoxdur. Orada maşın şagird maşınla gəlir, müəllim də maşınla gəlir. Nə dəxli var? Aydın oldu. Deməli onda biz olsa deyil, sırf ümumi şəkildə cümlənin öz-özünə zuhur yoxdur. Bəli, əgər xüsusi bir cümlədə xüsusi bir qərinə varsa, mümkün o zuhur yarada bilər. Amma elə belə öz-özlüyündə nə deyə bilmərik? Hamısına qayıdır, nə deyə bilmərik? Axırıncısına, hər ikisinə qayıda bilər. Hamısına da qayıda bilər, axırıncısına da qayıda bilər. Ki, la şəkkə fi imkanı rücu'il istisna ilə xüsusil əxirə əvil cəmi. Heç şübhəsiz ki, istisnanın həm axırıncısına və həm də hamısına qayıtmağa yeri var, imkanı var. İmkan əqlisi yoxdur, yəni imkan əqlisinə bir maniyə yoxdur. Və innəməl kəlamu fi in'iqadi zuhur. Deyir ki, bizim davamız bundadır ki, zuhur harda yaranır? Nədə zuhur yaranır? Axırıncısında ya yox. Livahidin minhuma indəl uqəla. Görəsən uqəlanın fəhmində, cəmaatın nəzərində. Yəni, məsələn, fərzən belə deyək ki, Quran nazil olub, Məkkə cəmaatı, ya Mədinə cəmaatı, Mədinə deyə də, zahirən bu ayə mədəni ayədir. Mədinədə nazil oldu. Həmən vaxtda Mədinədə yaşayan insanlar ki, nə üsul oxumayıblar, nə məntiq, avam cəmaatı, bu cəmaat ərəb. Ayə nətərdir? İlləl-ləzinə tabu min bə'di zəlikə. Görəsən nə başa düşürdü həmən? Hara qaytarırdı? Peyğəmbər çıxıb minbərdə oxuyur ayəni ki, ay cəmaat, mənə bu ayə nazil oldu, filan filan. O ərəblər ki, o tupo ilə danışmıyor, normal ağıllı. Normal ağıllı ərəb hara qaytarardı? Biz onu istəyirik. Yəni, zuhuru nə deyildi? Ərəb nəyi başa düşərdi orada? O Peyğəmbərin həmən minbərdə oxuduğu ayədən hara qaytara bilərdi onu? O biz üçün mühümdür. Elə bir zuhur var ya yox? Cümlədən danışıyor. Bu cümlə hara qayıda? Yox. Deyir ki, qayıtmağa, deyir ki, əqlən imkanı var. Bütün cümlə hər biri o 3 dənənin üçünə də qayıda bilər, axırıncına da qayıda bilər. O cəmaat Peyğəmbərin ağzından ayəni eşidəndə, deyirəm, tupoydan danışmırıq. Normal insan. Normal insan onu hara qaytara bilərdi? Əgər, məsələn, məclisdə, Peyğəmbərin məclisində 100 nəfər həmən vaxt adam var idi. Bunun 70-80'da eyni şeyi başa düşdülərsə, ona deyir zuhur. Elə bir şey var ya yox? Varsa var, yoxsa deyir, onda ayədə zuhur yoxdur. Ayə mücməl qalb ki, onda məsumun təfsirinə ehtiyac var ki, ya Rəsulallah, ya İmam, məqsəd nə idi Allahın? Biz istədiyimiz budur ki, zuhur yaranır, insanların çoxu eyni şeyi başa düşür, başa düşmür. İndi mümkündür, biz üçün biraz qəribədir, çünki biz 1400'e gəlmiş, bəlkə onların dilində daha rahat başa düşürlər, çünki onların dilindən nazil olmuşdur. Xülasədə biz olsa, ayə olsa, ya biz olsa, həmən cümlə olsa,
Hər iki ehtimal var. Yaxına da qayıda bilər, hamısına da qayıda bilər. Amma biz istəyirik görək, insanların çoxu nəyi başa düşər? Ki, məsələn, deyil, adi həyatımızda. Bayaq vurdığım cümlə kimi, məsələn, cümləni qurdum. O eşidənlər mənim ağzımdan çıxan cümləni hara qaytaracaqlar? Maşındakılardan başqa sözün. Müəllimə qaytaracaq, şagirdə qaytaracaq, işçiyə qaytaracaq, hara qaytaracaqdır? Buna görə ki, ehtimalı var ki, bu cümlələrdə zühur yoxdur, hara qayıtmanın. Nəysə, deyir, və innəməl kəlam, deyir, o biz ki, onun ardınca onu axtarırıq, nədir? Və innəməl kəlamu fi in'iqadi zuhur li vahidin minhuma indəl uqala. Uqalanın yanında bu iki ehtimaldan hansı zühur halı təşkil edir, zühuru vardır, zehnə daha tez gəlir. Fəl istithna kəma yuhtəməl rücuh iləl əxirə, kəzəlikə yuhtəməl rücuh iləl cəmi'. Deyir ki, necə ki, istisnanın axırıncıya qayıtmaq ehtimalı var, hamısına qayıtmaq ehtimalı da var. Və təəyyün və təyin bihacətin ilə dəlilin qatı. Xüsusi olaraq axırıncına ya xüsusi olaraq hamısına şamil olmağı barəsində xüsusi bir dəlillə ehtiyacı var. Möhkəm dəlilin olmalıdır. Və ma zukira minəd dəlailil qavleyn, ki, o ki, hər iki ehtimal üçün nəzəriyyələr deyiblər, dəlillər zikr eləyiblər. La yaxrucan kavni qarain zanniyyə. Bunlar deyir, mənim nəzərimdə zənni qərinələr sayıram. Qeyri müsbitə lizuhur, zuhuru sabit etmir və mənim üçün də onların dəlilləri qəbul ediləsi deyil. Yəni, zənni dəlil qalır və zənni dəlilin əsasında da hökm eləmək olmaz. Buna görə Şeyx Sübhanın nəzərində sanki cümlə mücməl qalır. Nə qədər xüsusi bir dəlilimiz yoxdursa, o ayəyə, o istisnanı heç yerə qaytara bilməzsən. Bəli, qədərül mütəyyəqən qəbul edəcəksən axırıncını, amma o birlərə şamil olmağın xüsusi dəlillə ehtiyacı var. Deyir ki, sonraki fəsil. Əl-fəslü thəmin, ən-nəsxu və təxsis. Nəsx və təxsis. Nəsx ona deyirlər ki, Allah mütəal hər hansı bir ayəni nazil eləyir və bilirdi ki, məsələn, bu ayənin müddəti, məsələn, 5 ildir, 3 ildir. Amma günün müsəlmanlara bəyan eləmirdi. Peyğəmbərə özünü deməmişdi, o Allah ilə Peyğəmbər arasındadır, amma müsəlmanlara deyilməmişdi. Bir müddətdən sonra, 5 gündən sonra, 5 ildən sonra həmən ayəni, o hökmün götürür, yerinə başqa bir hökm qoyur. Onu deyirlər nəsx. Allah Taala öz əzəli və əbədi elmində görür ki, hal-hazırda məsləhət budur ki, məsələn, filan şey vacib olsun, filan şey müstəhab olsun, ya filan şey nə bilim, əmr olunsun, ya qadağan olunsun. Amma bilirdi ki, məsələn, 1 ildən sonra, 2 ildən sonra, 5 ildən sonra bunu dəyişib yerinə başqa hökm qoyacam. Amma müsəlmanlara xəbər vermirdi onu. Müsəlmanlar da elə rəftar eləyir ki, bu ilə həmişə bu cür olacaq. Bir də görürlər, məsələn, 1 ildən sonra, 5 gündən sonra, 10 gündən sonra, 10 ildən sonra axır hökm dəyişir, yerinə başqa bir hökm gəlir. Onu deyirlər nəsx, deyirlər bu ayə onun nasixidir, o birisi oldu mənsux. Gəlin bəzi misallar vuracağıq. Ən-nəsxu və təxsis. Deyir ki, ən-nəsxu fil-lüğə huvəl izalə. Nəsx lüğətdə, yəni ərəb dilində mənası izalə deməkdir. Bir şey belə təmizləyib ortadan götürmək deməkdir. Nəsəx yəni əzalə, bir şey yerindən təmizlə. Tutaq ki, məsələn, deyir, bura əşyalar tökülmüşdü, bunu itələdim o tərəflərdən, ortadan qaldırdım, boşaltdım oranı, deyir nəsx. Və fil-istilah, istilahda isə rəf'ul hukm şəri bi dəlilin şər'iyyin mütəəxirin. Deyir ki, rəf'ul hukm şəri, şər'i hökmü rəf eləməkdir. Bi dəlilin şər'iyyin mütəəxir, ondan sonraki bir başqa şər'i dəlilin vasitəsilə. Əla vəcihin, belə ki, ləvlahu, yəni ləvləthani, bu sonrakisi olmasaydı, ləkânə sabitən, əvvəlki sabit qalacaqdı yerində. Əgər ikinci dəlil olmasaydı, birinci dəlil öz qüvvəsində qalacaqdı. Və bizəlikə ulimə ənnən nəsxə təxsisun fil əzman. Buradan da başa düşürük ki, nəsx əslində zamanda təxsis imiş. Bir dəfə deyirik, məsələn, ümum gəlir, məsələn, deyir ki, bütün fəqirlərə zəkat verə bilərsən. Xüsusi başqa bir rivayətdə gəlir ki, məsələn, deyir ki, namaz qılmayana ya araq içənə zəkat vermək olmaz. Bu fərdlərdə xüsusiləşdirmə apardı. Yəni, bu 100 dənə fəqir var idi, 90 nə verin, 10 nə vermir, çünki məsələn, araq içirlər. Bu təxsis harada getdi? Fərdlərdə. Deməli, onu təxsis fərdlərdə xüsusiləşdirməli, yəni fərdlərin bəzindən xas eləyir, bəzilərini çıxardır o hökmdən. Nəsx isə deyir ki, zamanda təxsisdir. Yəni, bu zamanda bu hökm qüvvədədir, ondan sonraki zamanda yox. Biri fərdlərə baxır, biri zamana baxır. Aydın oldu? Və bizəlikə ulimə ənnən nəsxə təxsisun fil əzman, zaman baxımından xüsusiləşdirmədir. Ta ki, deyək, ilk əvvəldə filanıncı ildən filanıncı hicrətin 1-ci ilinə, 3-cü ilinə qədər bu hökm qüvvədə idi bu zamanda. Ondan sonra yeni ayə gələndən sonra bu əvvəlki 3 illik hökm götürüldü, yerinə başqa bir hökm gəldi.
Deməli onda birinci hökm xas oldu, xüsusiləşdi. Birinci, ikinci, üçüncü ilə sonraki hökm qiyamətə qədər davam edəcək məsələn belə. Əy mani'un an istimraril hukm, yəni sonraki gələn ayəyə, sonraki gələn hökm, yəni o nasix hökm birinci hökmün istimrarının davam etməsinin mani olanıdır. Yəni mani olur, qoymur davam eləsin. La an əsli sübut, yəni əsl sübutunda iş yoxdur. Demir ki bu şey yox idi. Deyir var idi, indi də yoxdur. Yox hökmündədir. Sən bu vaxta qədər var idin, bundan sonra artıq yoxsan. Və linəzkur misalən. Deyir misal bırak Qurandan. Qale subhanahu deyir ki, yox, əsl yox. Deyir ki, yəni onu kökündən demir ki, belə bir şey yoxdur. Sonraki ayə gəlir ki, bu ayə bu günə qədər qüvvədə idi. Bundan sonra da qüvvədə deyil. Nəinki deyir, inkar eləmir ki, belə bir ayə yoxdur. Deyir, ayə var. Savab üçün də oxuyacaqsan. Amma hökmü qüvvədə qalmayacaq. Qoy oxuyaq, qutaraq, ondan sonra başa düşəcəksən. Qalə subhanahu və teala, ya eyyuhəl-ləzine amenu, İzə nəcəytumur rəsul fəqəddimu beynə yəday nəcvakum sadaqah. Buna deyilər Nəcva ayəsi. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm o qədər mehriban, o qədər üzü yola, o qədər məsələn şirin idi. Gəlirdilər, oturdular, Peyğəmbər narahat edirlər. O danışırdı, bu danışır Peyğəmbər, həyalı insandır deyəmir, durun cəhənnəm olun, yeni xarabalarıza. Otururdu, inciyirdi, narahat olurdu, həyalı insan. Allah da görüyor, bunlar həyasızlığına salıblar, diyor. Bundan sonra kim Peyğəmbərlə söhbət eləmək istəmir, sədəqə verəcək bundan sonra. Sədəqə verməyənin Peyğəmbərin görüş ixtiyarı yoxdur. Kim istəyir Peyğəmbərlə söhbət eləsin, əvvəl sədəqə versin. Elə ki pul məsələsi gəldi, ondan sonra da gəlmədilər Peyğəmbərin yanına. Ya eyyuhəl-ləzine amenu. Ey iman gətirənlər, İzə nəcəytumur rəsul, elə ki istəyirsiniz Peyğəmbərlə söhbət edəsiniz, fəqəddimu beynə yəday nəcvakum sadaqah. Peyğəmbərlə görüşünüzdən və söhbətinizdən qabaq sədəqə verin. Zəlikə xayrul ləkum və athar. Bu sizin üçün daha xeyirli və daha paçdır. Fə illəm təcidu, əgər pul tapa bilmədiniz, sədəqə vermə bir şey tapmazsa, fə innəllah qafurur rəhim. Allah Teala bağışlayandır. Fəradallah subhanahu və teala aləl-müminin İzə əradu münacətər rəsul ən yuqaddimu qabləhu sadaqə. Allah Teala möminlərə, müsəlmanlara vacib etdi ki, Peyğəmbərlə söhbət etmək istəyən şəxs öncədən Peyğəmbərlə danışmamışdan qabaq sədəqə versin. Fəqirə sədəqə versin. Thumma lamma nuhu anil munacət hatta yatasaddaqu. Elə ki, nəhy olundular ki, Peyğəmbərlə sədəqəsiz görüşmək olmaz. Əmr gəldi ki, Peyğəmbərlə görüşmək istəyən sədəqə verməlidir. Dannə, yəni paxıllıq etdi, xəsislik etdi, simiclik etdi. Dannə kəsirun minhum minət təsadduq. Sədəqə verməyə paxıllıq elədi. Paxıllıq yəni simiclik elədi. Hətta kəffu anil məsələ, ta ki Peyğəmbərdən sual verməyə son qoyulan. Gəlib Peyğəmbərdən bir şey soruşmadılar, istəmədilər. Fələm yunacihi illa Ali ibn Əbi Talib salavatullah və salamı bə'dəma təsaddaq. Yalnız fəqət Ali əleyhissalam idi ki, həmən günlərdə də Peyğəmbərlə görüşün təxirə salmadı. Deyirlər, bir dənə dinarı var idi, 10 dirhəm elədi, hər gün bir dirhəmin sədəqə verdi. 10 gün, yəni neçə gün Peyğəmbərlə görüşlərin təxirə salmadı. Hətta həmən günlərdə yalnız və yalnız Ali əleyhissalam hər gün sədəqə verib Peyğəmbərlə görüşdü. Thumma nusikhatil ayə ba'daha bima ba'daha. Thumma nusikhatil ayətu bima ba'daha. Sonra bu ayə dalıcan gələn ayənin vasitəsilə nəsx olundu. Qalə subhanahu və taala. Allah Mütəal Quranda dalıcan belə buyurur. Əşfəqtum an tuqaddimu beynə yəday nəcvakum sadaqat. Qorxdunuz söhbətinizdən qabaq sədəqə verməyə, yəni canınız sıxacaq pul verməyə. Əşfəqtum. Qorxdunuz an tuqaddimu beynə yəday nəcvakum sadaqat. Öz nəcvalarınız, öz Peyğəmbərlə söhbətlərinizin önündə pul verməkdən qorxdunuz. Fə iz ləm təf'alu, əgər bunu etmədinizsə və təbəallahu aleykum, Allah da bu günahınızı bağışladı, yəni bu belə deyildi, o Peyğəmbərə qarşı hörmətsizliyi deyə yəni onu bağışladısa, fə əqimus salat, onda heç olmasa namaz qılın və atuz zəkat, zəkatınızı verin və ati'ullaha və rəsuləh, Allaha və onun Peyğəmbərinə itaat edin, vallahu xabirun bima ta'malun, Allah Teala etdiklərinizi biləndir. Deməli, onda Allah Teala həmən hökm ki, 10 gün, 15 gündə bir ay bundan qabaq demişdi ki, Peyğəmbərlə görüşən sədəqə verməlidir. Bu ayə gəldi, yuxarıdakı ayəni nəsx elədi. Həmən hökmü götürdü. Yəni artıq bundan sonra Peyğəmbərlə görüşmək üçün artıq sədəqə verməyə, pul verməyə ehtiyac yoxdur. Yaxşı, bu sonraki ayə, əvvəlki ayəni kökündən sildi, yox, kökündən silmədi, ayə qaldı yerində. Dedi, o hökm aradan getdi, ayə qaldı yerində, hökmü aradan götürdü ki, artıq Peyğəmbərlə görüşmək istəyən sədəqə verməsə də görüşə bilər. İnşallah davam eləyək. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin.